Bəli, Almaniyada hava limanları yaxınlığında dronlarla bağlı yeni hadisələr qeydə alındı. Noyabrın 2-də Bremen hava limanında dronun görünməsi ilə bağlı məlumat daxil olduqdan sonra hava hərəkəti müvəqqəti dayandırıldı. Polisin məlumatına görə dron təxminən saat 19:30 radələrində uçuş enmə zolağından birbaşa yaxınlığında görülüb. Hava hərəkətini idarə edən qurum dərhal uçuşları dayandırdı. Hava limanının işi təxminən saat 20:22-də yenidən bərpa edildi. Londondan gələn bir reys Hamburqa yönəldirildi və Londona uçuş 2 saat gecikdi. Dronu kim idarə edib və hansı məqsədlə uçurulduğu isə hələ məlum deyil. Bu hadisə Berlindəki Bern hava limanında baş vermiş hadisədən cəmi bir gün sonra baş verdi və qeyd edeyim ki, cümə axşamı günü axşam saatlarında Berlindəki Bern hava limanında da uçuşlar təxminən 2 saatdan çox dayandırıldı. Bir şahid dronu hava limanı yaxınlığında gördüyünü bildirirdi. Polis təsdiqlədi ki, bəli, patrol da həmin dronu görüb və izləyib, sonra isə izini itirib. Hadisə zamanı şimal uçuş enmə zolağı bağlandı. Bir neçə təyyarə digər hava limanına yönəldirildi. Bundan əvvəl Münken hava limanında da oxşar hadisə baş vermişdi. Naməlum dronlar hava hərəkətini pozmuşdu. Qeyd edeyim ki, dronlar hava limanları yaxınlığına ciddi təhlükə riski daşıyır. Ərazidən 1,5 kilometr radiusda hava məkanını pozmaq qadağandır. Çünki bu uçuş və enişləri təhlükəyə ata bilir. Bu qadağanın pozulması hava hərəkətinə təhlükəli müdaxilə kimi qiymətləndirilir və ciddi cəzaya səbəb ola bilər və hətta azadlıqdan 10 ilə qədər məhrum edilməyə kimi. Və qeyd elədiyim kimi hadisələrlə polis məşğuldur, polis araşdırır hadisələri. Hələ məlum deyil ki, bu insidentlər bir-biri ilə nə dərəcədə bağlıdır. Belə çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə.